2 il bundan sonra toy olacaq cavan oğlanda. Hələ toy yoxdur ki indi. Təzə vaxtda da maşallah aşiq məşuq olurlar axı. Əsərlər də hamısı o vüsala qədərdir, qovuşmağa qədər orada bitir. Ondan sonra ki səhər durur, deyir ki, get soğan al, get kartoşka al, nə al, bu da oyla dalaşır, deyə qoy yatım dincəlim. Bu şeyləri yer vermirik. Biz o şirin vaxtında münasibətlərin. 2 il bundan sonra toy olacaq, heç nə xəyalı ilə ləzzət alır özü üçün. Belə olacaq toyum, elə olacaq filan, oyla ləzzət alır. Əksinə gələcəkdə olan şeylərin düşüncəsi insanın nəqd olan şeylərdən daha çox cəzb eləyir. Çünki sonra nəqd əlinə çatanda deyəcək, bunun üçün idi hamısı. Bunun xəyalı özündən şirin imiş. Dünyanın xəyalı, düşüncəsi özündən qat-qat şirindir. Problem dünyada deyil, problem bizim diqqətimizi hansı tərəfə yönəltməyimizdədir.